Salam, mən Fərid. Danışmağı çox xoşladığım üçün Instagram videonun uzunluğu mənə bəs eləmədi. Buna görə də YouTube videosunu başlamağa qərar aldım. Mən kimə bu videonu niyə seçdiyim barədə danışım. Çox detallı harda oxuyuram, harda işləyirəm tipli deyil. Daha çox məqsədlərim barədə danışacağam. Digər məlumatlarda yəqin ki, açıqlama hissəsinə qoyaram, maraqlı olanlar oxuyar. Adım Fəriddir. Məni Instagramdan izləyənlər bilir ki, 2025-də daha fərqli bir həyat tərzi qurum, daha uğurlu olmağa çalışıram. Bu il bacardıqca fərqli işləri yoxlayıb, uyğun olan bütün işlərdə özümü sınayıram. İlk dönəmdə ən çox magistr hazırlaşmaq barədə videolar paylaşırdım bir ay ərzində və hədəfimi, getdiyim yolu və qazandığım progresi. İndi isə daha çox qarışıq, yəni şəxsi biznes deyim, ümumiyyətlə daha çox kiçik sahibkarlıq fəaliyyətimi deyim, yoxsa bu tipli işləri gördükdə, proyektlər götürdükdə bunların hamısı barədə danışmaq istəyirəm. Hansı ki, hədəfimdə və planımda var və az da olsa icra edib onu inkişaf etdirmək istəyirəm. Düşünürəm ki, bu video bir çoxuna bəlkə də həvəs ola bilər və hər kəsdə xüsusən də az yaşlı olub və yaxud da orta yaşlı olub həyatını fərqli yöndə qurmaq istəyən insanlar üçün. Belə yəni, ümumilikdə danışmaq istəyərdim hal-hazırda ən çox gördüyüm işlərdən. Onu keçməmişdən qabaq təqribən bir aylıq fasilə vermişdim. Orada həmin dönəmdə etdiklərim barədə danışmaq istəyirəm. Niyə videolar çəkmirdim və yaxud da niyə fasilə vermişdim. Ümumilikdə magistr imtahanından sonra təqribən 3-4 gün sonra videolara tezdən davam eləməyi düşünürdüm və düşünürəm ki, artıq hədəfimə çatmışam və yaxud da çatmamışam belə az qalıb və ikinci imtahanda da daha fərqli hazırlaşıb daha yüksək nailiyyət əldə eləyərəm. Amma belə olmadı, gözlədiyimdən aşağı oldu nəticə. Bu səbəbdən biraz motivasiyadan düşmüş ola bilərəm və həmin dönəmdə də imtahan bitdiyi üçün işim əvvəl part-time idi. Həmin 2 həftə ərzində full-time gedərək bütün günüm dolmuş oldu, xüsusi bir iş görə bilmədim. Bundan əlavə öz tanışlarımla falan vaxt keçirdiyim üçün xüsusi bir video kontenti olmadı, çünki inkişafçı heç eləmirdim. Əlavə həyatımda baş verən bəzi səbəblər, hadisələr ümumiyyətlə məni pasiv verməyə gətirib çıxartdı, amma bu bayram dönəmində iş stresinin yükünün azalmağı və dincəlməmin nəticəsində düşündüm ki, həyatımı dəyişmək istəyirəmsə, yenidən video formada bu progres çəkib hər kəslə görüşməliyəm. Çox izləyicim yoxdur açıq Instagramda, amma düşünürəm ki, gələcəkdə ola bilər və izləyicidən çox da həmin ola bilər ki, bu 100 nəfər, 50 nəfər, 1000 nəfər olsun. Həmin kütlənin ən azından nəsə eləyəcək, nəsə bir necə deyim, köməyim dəyəcəyini düşündüyüm üçün əsasən videolara davam edirəm. Bu da həm də özümə bir motivasiyadır. Bəzən tənbəlliyim tutanda video çəkmə olduğumu və məndən progres gözləyən insanların olduğunu düşünərək daha çox iş görməyə çalışıram. İndi keçək daha çox nə işlər görürəm onlardan danışım. Hal-hazırda əsas gördüyüm iş full-time işə getməkdir. Əvvəl part-time idim, amma gördüm ki, aşağı-yuxarı ilə full-time gedirəm. Dedim, full-time davam eləyim və geriyə qalan vaxtımı daha dəyərli istifadə edeyim. Belə əlavə gördüyüm işlər poliqrafik və şəxsləşdirilmiş məhsullar hazırlayıram. Instagram səhifəsini aşağı ala bilərəm. Oradan baxa bilərsiniz. Və həmin səhifənin idarə etməsində, müştərilərin cavablanmasında, məhsulların hazırlanmasında işləri mən görürəm və buna vaxtım gedir. Əlavə olaraq magistra hazırlaşmaqda az-çox da olsa yenə də davam etməyə çalışıram. Düşünürəm ki, üstünə düşsəm, ikincidən istədiyim nəticəni göstərə biləcəm. Amma çox da vaxt olmur açığı. Yenə çalışacağam, tənbəllik eləməyim, davamlı eləyim bu məsələni. Daha sonra əlavə çap üçün
dizaynlar hazırlayıram. Məsələn, yeni bir məhsul üzərində işləmək lazım olduqda və yaxud da ideya halına gəldikdə onlara məhsullarını hazırlayıram. İstədim bunu da qeyd edeyim. Çünki həmin yeni məhsullar yeni gəlir mənbəyi deməkdir və yeni necə deyim, məhsul yoxladıqca daha uğurlu olma ehtimalı var. Həm də əlavə yeni məhsulları hazırlamaq özü də əlavə bir fikirlər gətirib ortaya çıxara bilir. Bundan əlavə gördüyüm işlərdən biri də komandamız var. Bizim bu sahə üzrə, yəni bizim sayt və proqram hazırlamaq üzrə komandamız var. Bu komanda vasitəsilə şirkətlərə sayt və yaxud da proqram təminatı hazır edib satırıq, belə deyim. Ümumi dildə desək, bu komandada mənim gördüyüm iş adətən idarə etmə və satış tərəfi olur. Hansı ki, şirkətlərlə danışıq və satışın təmin edilməsi, gedişat prosesindən məlumatlandırma, lazım olan resursların əldə edilməsi, təhvil verilməsi, bu tipli prosesdə iştirak edirəm. Bundan əlavə fərqli insanlarla fərqli ideyalar üzərində danışıb onları reallaşdırmaq istəyirik. Bu iki ideyadan biri 3D çapdır. Digər ideya biraz uzundur. Maraq olsa onu da xüsusi video çəkiş vasitəsilə göstərməyə çalışaram. Çünki xüsusi bir məhsul üzərindən gedir və onun göstərməsi də biraz fərqli vaxt alacaq. 3D model üzərindən danışmaq istəyirəm. Açığı uzun bir müddətdir bunun üzərində düşünürdüm. Təqribən bir 2 ilə yaxın bir dönəm olar. Həmişə bu 3D model mənə maraqlı olub. 3D modelin də nə olduğu barədə ki, video bura yerləşdirirəm. 3D modellər ümumiyyətlə Azərbaycanda son zamanlarda daha çox trend olub, amma dünya bazarında mən tanış olanda artıq çox məşhurlaşmışdı və artıq aşağı düşməyə doğru gedirdi. Bu artıq 2 yıldan qabaq idi. Amma bir limit olmadığı üçün istənilən formada istənilən nəticəni almaq olur. Buna görə də yaxşı bir sahədir və fikirləri reallaşdırmaq üçün ideal bir yerdir. Fikir nədir? Hal-hazırda hazır modellər üzərində, yəni hazır modellər tapıb onların çapının edilməsi və yaxud da promosiya olunmuş və tanınmış məhsulları səhifədə paylaşaraq artıq bir alıcı kütləsinə çatıb, ondan sonra 3D sifarişlər verib və yaxud da 3D çap aparatını almağı planlaşdırırıq. Hələ ki, bu mərhələ yenidir, təqribən bir 2 həftə falan öncə danışılıb və tam dəqiq bir ortaq qərara gələ bilməmişik. Çünki öz printerimiz olmadığı üçün çap limitlidir. Azərbaycan da olan çap yerlərinin də printerlərin keyfiyyəti o qədər də yaxşı olmadığı üçün bir çox model çap eləyə bilmir. Buna görə biz biraz limitlənmişik. Amma hər bir halda hər bir yolun başlanğıcında bu tipli limitlər olur. Çalışacağam həmin progresi də, həmin daha sahədə olan progresi də sizinlə bölüşüm və hansı addımları atıram, əgər uğurlu olacamsa, hansı formada uğurlu oldum, fail olacaqsa, hansı səbəblərdən fail oldum, onu araşdırıb deyəcəm. Belə, ümumiyyətlə istəyirəm ki, bu etdiyim işlərin nəticələrini sizinlə paylaşım. Bu həm özümün ilk növbədə davamlı olaraq bu işin üzərində düşməyimə, ikinci növbədə sizə motivasiya olacağını düşünürəm. Ola bilər çəkiş keyfiyyəti, səs keyfiyyəti, edit olsun və bu tipli məsələlərdə çox cılız qalın, belə kobud dildə desək. Çünki hal-hazırda əlimdə olan telefon modeli o qədər yüksək deyil. Kameranın özü, yəni ucuzdur, hər nə qədər 20 manat pul versəm də T-Mobile 6 manat imiş. O ayrı bir hissəsi eləmişdi. Nəysə, edit bacarıqları da digər işləri gördüyüm üçün öyrənmə prosesi mənim üçün biraz uzun vaxt alır. Təbii ki, həll ola bilərmi? Həll ola bilər, amma hal-hazırda onu həll edə biləcək büdcə və yaxud da imkanda olmadığı üçün bu formada davam edirəm. Amma özümü inkişaf etdirməyə çalışıram. Düşünürəm ki, bir müddət sonra daha yaxşı videolar, daha yaxşı nəticələr və daha yaxşı danışıqla qarşınızda olacam. Bəlkə də bura qədər izləməyəcəksiniz, amma izləyən hər kəsə təşəkkür edirəm. İnşallah ikinci videodan tez zamanda atmaq qismət olur. Görüşərik.